Məndən haqlı olaraq soruşursunuz ki, süni intellektin əvəz edə bilməyəcəyi işlər hansıdır? Bəs çünki öncəki videomda izah eləmişdim ki, süni intellekt artıq bizim 3 il sonra demək olar ki, bir çox işlərin bağlanmasına səbəb olacaq ki, artıq səbəb olub. Mən sizə izah eləmişdim ki, mən öz şirkətimdə bir çox iş yerlərini bağladım, onları süni intellektlə, AI asistanlarla və s. əvəzlədim. Və siz sual verirsiniz ki, hansı sahələrdir ki, o sahələri süni intellekt əvəzləyə bilməyəcək və indidən müdrik biri kimi gələcək üçün hansı sahələrə yatırım etmək daha yaxşıdır? Mən burada sizə çox məntiqli bir açıqlama deyəcəyəm və məncə bunu götürə bilsəniz, bunu anlaya bilsəniz, gələcək üçün çox yaxşı yatırımlar eləyə bilərsiniz. Süni intellektin və robotların heç zaman əvəzləyə bilməyəcəyi, hansı səviyyəyə çatsalar da əvəzləyə bilməyəcəkləri şey emosional intellektdir. Və hər zaman süni intellekti idarə edə, yönləndirə bilməsi üçün emosional intellekt, yəni bizim emosiyalarımız süni intellekt üçün, robotlar üçün və s. hər zaman batareya rolunu oynayacaq. Yəni fiziki batareyadan əlavə, elektrikdən əlavə və s. Bu da nə deməkdir? Hansı sahədə ki, yüksək dərəcədə emosional intellekt lazımdır, yəni emosiyaları anlamaq qabiliyyəti, emosiyaları oxumaq və o emosiyalara nəzərən düzgün nəticə çıxarıb yönləndirmə vermək, belə deyərlər. Bax, o işlər ləğv olunmayacaq. Onlardan biri də əlbəttə psixologiya, coaching sahəsidir. Çünki bu sahəni nə qədər süni intellektə öyrətməyə çalışsalar belə, hər hansısa bir terminlərlə, qaydalarla və s. süni intellekt hər zaman sırf psixologiya və coaching sahəsində şuuraltını oxuya bilməyəcək, əksinə hər zaman müraciət edən insanın illüziyalarını saxlamağa yönələcək. Deyirəm, süni intellekt hər zaman insan nə deyirsə, nə istəyirsə ona təsdiq verir, onun davamını gətirir, bu isə illüziyaları saxlayır. Ona görə də gələcəyin sahəsi, hansını ki robotlar heç zaman tam əvəz eləyə bilməyəcək, bu sahələr psixologiya, coaching, satışdır, nömrə 1. Bunları necə başlaya bilərsiniz, necə bu sahələri öyrənə bilərsiniz? Çünki hətta iş qurmaq üçün belə, istənilən sahədə topda olmaq üçün belə mütləq şəkildə bunları bilmək lazımdır. Heç izah etməyimə belə gərək yoxdur ki, siz CEO olmaq istəyirsinizsə və yaxud da öz şirkətinizi qurmaq istəyirsinizsə, o zaman da mütləq şəkildə coaching, psixologiya, satış psixologiyası və əlbəttə ki, şuuraltı mexanizmləri yaxşı bilməyiniz lazımdır. Və təkrarlamayacağım, bunu bildirməyə belə gərək yoxdur ki, süni intellekt heç zaman təsisçini, CEO-nu, idarəçini, bunları da heç zaman əvəzləyə bilməyəcəkdir. Nə qədər dövr keçsə də, əksinə iş adamları, kimlər ki, idarə etməni və s. bacarır, onlar davamlı süni intellektdən istifadə edərək yeni daha böyük işlər quracaqdır. Yəni dostlar, əgər istəyirsinizsə ki, 3 il, 5 il sonra süni intellekt sizin bütün varlığınıza, gələcəyinizə zərər verməsin, işiniz əlinizdən alınmasın və s. tövsiyəm emosional intellektinizi artırmaq, coaching, psixologiya, satış psixologiyası və s. bunlardan birini öyrənməkdir mütləq şəkildə. Bunu necə edə biləcəyinizi isə aşağıda geniş izah eləmişəm və başlamaq üçün bu sahəyə tamamilə ödənişsiz bir təklifim belə var sizlər üçün.